Son günlər hər yerdə qarşılaşdığımız bir avtomobildən danışacağıq. Lincoln Co.'nun Admiral gəmisi olan 900 modelindən. Amma bu video bir icmal videosu deyil. Avtomobil sahibinin real fikirlərini dinləyəcəyik. Avtomobil sahibi isə yanımızdadır. Hər kəsin sosial şəbəkələrdən tanıdığı Fərid Novruzidir. Fərid bəy, ilk öncə təşəkkür edirəm sizə ki, bizə vaxt ayırdınız və avtomobil haqqında sizin real fikirlərinizi öyrənmək istəyirdik biz. Ona görə elə bir neçə sualımız olacaq bununla bağlı. Buyurun, seve paylaşaram. Təşəkkür edirəm. İlk öncə mən sual vermək istəyirdim ki, bu avtomobilin artıq kifayət qədər bəllidir ki, rəqibləri var. Amma siz Lincoln Co. 900 modeli seçdiniz. Bu modeli seçməkdə əsas səbəbiniz nə idi? Əslində ilk Çin avtomobil təcrübəsi elə Lincoln Co. ilə başladı. Niyə məhz Lincoln Co.'nu seçdim? Çünki Lincoln Co.'nun ümumiyyətlə arxa planda bəlkə çox adam bilməyən böyük bir belə deyək də konserlərin gücü dayanır. Yəni o səbəbdən də mən Lincoln Co. yəni ki, seçimim bu maşın üzərində durdu. Mən istəyirəm funksionallıqlardan Göstərəm daha mi? artıq danışaq, Gəl bəli, göstərək. həm də sürüş eləyək. Mən düşünürəm ki, Lincoln-un özəlliyi ondan ibarətdir ki, burada fərqli belə deyək də sistemlər var. Maşını həm elektrikli sürə bilərsiniz, həm hibrid şəkildə sürə bilərsiniz. Bəli. Həm də sırf benzin, yəni yalnız benzin şəkildə sürə bilirsiniz. Mən burada xüsusi bir nüansa toxunmaq istəyirəm, sizin də sözünüzü kəsirəm. Buyurun. Elə bir plug-in hibrid texnologiyasıdır və xüsusi özəlliyi də ondadır ki, bu avtomobil EMP texnologiyasıdır. Avtomobili enerji dolumu eləmək bəzən olur insanlar üçün bir narahatlıq olur ki, enerji dolumu eləmək və s. bizə problem yarada bilər və s. Sizə bir narahatlığı yoxdur ki? Birisi necə? Bugün texnologiya dünyasında yaşayırıq və biz də insanıq. Yəni sırf elektrik olsa mənim zənnimcə mənim üçün biraz ağır gəlir. Çünki məni o narahat edir. Yəni əgər maşın sırf elektrik olsaydı. Bəli. Amma bu hibrid heç narahat eləmir. Çünki yəni yolda qalmaq belə deyək də, yəni sıfıra bərabərdir sənin belə deyək yolda qalma imkanların. Ona görə ki, həm benzinlə də sürə bilirsən, həm də hibridlə sürə bilirsən, həm də elektriklə. Məsələn, mən təcrübəm odur ki, mən elektriyi gecədən doldururam maşını. Ümumiyyətlə əslində şəhər içində mənim gündəlik tam bütün ehtiyaclarımı görür. Yəni sərf etdiyim kilometraja tam uyğundur. Bəli. Amma uzun səfərləri gedəndə əlbəttə ki, hər ikisini də istifadə edirəm və o da rahatdır. Çünki mən artıq narahatçılıq keçirmirəm ki, mən mənzilə çataram, çatmaram, mən yəni ki, elektrik yəni ki, belə deyək də şarjı mənə yetəcək, yetməyəcək kimi bir yəni belə narahatçılığım yoxdur. Ona görə də bu sistem yəni mənim kimi insanlar üçün İdealdır. İdealdır, mükəmməldir. Və EMP-də olduğuna görə bayaq dediyim kimi həm paralel hibriddir, həm ardıcıl hibriddir və mühərrik işə düşdükdə artıq özü də enerji dolumu eləyir. Bəli, o da var. 80%-ə qədər dolumu eləyir. Ona görə heç EDM-lərdə də dayanmağa belə baxanda ehtiyac da qalmır Yəni, artıq. şükür Allah bugünə kimi yəni bundan heç bir problem yaşamamışam. Yəni səfərlərə də çıxmışam maşınla. Ən uzaq səfəriniz hara olub? Uzaq səfərim ölkə daxilində Bəli. elə Quba rayonuna getmişdim. Yəni Quba rayonunda yəni maşın yəni deyirəm, həm belə deyək, ana yollar olsun, həm kənd arası yollar olsun. Bu maşın da yəni digər özəlliyinə gəlirəm ki, çox yumşaq maşındır. Yəni yolda olan nə bilim çuxurlar olsun, başqa nə bilim də nasazlıqlar olsun, heç birini hiss etmirsən. Bir də hər zaman sürücülərin belə bir düşüncəsi olur. Əsasən də bu belə deyək də yeni nəsil avtomobillərə keçməyən, qlobal avtomobilləri sürən insanlar, davamlı şəkildə qlobal avtomobilləri sürən insanlarda qalan bir düşüncədir ki, böyük bir monitor, bir narahatlıqdır. Axşamlar sürəndə və yaxud da gündüz vaxtı elə sürəndə fikir yayğınlığı gətirə bilir. Məsəl üçün burada da biz görürük ki, bir 30 inçlik ekran var, hətta arkada da bir displey var, ona da gələcəm, onunla bağlı sualım var. Uşaqlar çox sevir arxadakını. Bu ekran yəni gecə sürüşdə və yaxud da gündüz sürüşlərdə hansısa bir narahatlığı olmur sizə? Yox, olmur. Niyə? Yəni əslində onda da bir yəni bir həqiqət var. Çünki əgər işığı çox yəni belə deyək də, yəni insanın gözünü gecə ilə yəni paraltası çox olsa, onda narahatçılıq doğur. Amma Lincoln Co.'da o tərəfi yaxşıdır ki,
hər bir funksiyası idarə olunur burada. Aha. Yəni siz yəni ekranı da işığını, parıltısını elə dərəcəyə gətirə bilirsiniz ki, yəni Göz yormayan bir hissə. Yəni sizi narahat eləmir. Yəni bu tərəfləri çox yəni, önəmlidir. Bu sizdə görürəm ki, məsəl üçün sürücü alətlər paneli çox kiçikdir. O daha böyük olsun istəyərdinizmi yoxsa? Əlbəttə ki, bu biraz vaxt tələb elədi buna alışmaq üçün. Çünki ilk dəfədir ki, belənçi ön paneldə bu cür xırda bir rəqəmlərlə qarşılaşdım, amma artıq alışmışam. Və əlavə head-up displey də var da, səhv olmasa. Çünki elə onu gətirəcəkdik ki, yəni bütün buradakı funksiyanı head-up display onu əvəz eləyir. Head-up displeyin də özəlliklərindən biri odur ki, yəni dönmə işığını yandıranda, yəni aynanın, yəni yan aynaları, yəni ekranı görünür orada. Ki, başlayır. Kameralar birbaşa həmin görüntünü açır. Artıq ətrafı qıraqaları kənara baxmırsınız. Siz elə maşını sürə-sürə həmin kameradan görürsünüz ki, yan tərəfdən hansı bir avtomobil gəlirsə, hansısa bir belə deyək, bir təhlükə varmı, yoxmu? Bunun hamısını görə bilirsiniz. Birbaşa sizin gözünüzün artıq qarşısında olur deyə siz artıq kənar bucaqlara baxmağa ehtiyacınız qalmır. Bəli. Bax, arxa monitordan danışdıq. Dediniz, uşaqların çox sevdiyi bir funksiyalıdır. Bəzən insanlar elə fikirləşir ki, arxa monitor artıqdır, nə ehtiyac var buna və yaxud da görüntünü bağlayır və s. Sizdə istifadə eləyir deyəsən arxa monitordan. Çünki siz yəni siz YouTube-a da girə bilirsiniz arxa monitoru istifadə edərək. Yəni ki, internetlə qoşulub bütün istədiyiniz kanallara, filmlərə baxa bilirsiniz. Yəni bu da əlbəttə ki, uşaqlar üçün yol gedərkən çox böyük yəni yol da maraqlı. Yol da maraqlı. Bəli. Yorulmurlar. Yəni oradan oturub istədiyi filmləri, cizgi filmləri hamısını seyr edə bilirlər. Bəli. Bu avtomobil hazırda 6 yerli idi. Gördüyüm qədər və çox nəhəng bir avtomobildir. Ona görə elə admiral gəmidə adlandırmaq çox rahat şəkildə mümkündür. Fərid bəy, 1 ilə yaxındır da bildiyim qədərilə sürürsünüz və mənə maraqlı olan nüans bilirsiniz nədir? Servis xərcləri. Bu avtomobildə servis xərcləriniz nə olub? Ümumiyyətlə servisə aparmısınızmı bu avtomobili? Bəli, aparmışam, amma yalnız rutin yoxlamalar üçün, yəni yağ dəyişməsi olub. Xərclər də o qədər də çox böyük deyildi əslində. Yağ dəyişməsində olan xərc olub və s. Yəni belənçi şükür Allah bu 1 il ərzində yəni maşın hələlik, yəni heç nə incidir, nə də belə bir belə dedim maliyyə problemləri yaradıb. Bu da onu göstərir ki, yəni həqiqətən də yəni özdə mən sizə deyirəm, mən maşını yalnız belə ana yollarda da sürmürəm. Ona görə hər tərəfli, davamlı, dözümlü maşındır. Yəni bu tərəfi çox yaxşıdır və servisi də ümumiyyətlə bəyənirəm. Maşını belə rutin yoxlamaları göndərəndə orada olan, yəni maşına olan ilgi, yəni müştəri olan ilgi daha doğrusu çox yüksək səviyyədədir. Bu da ayrıca bir Linka komandasına təşəkkürümü bildirmək istəyirəm. Və avtomobil də hazırda sizdə zəmanətdə də olduğuna görə 5 il zəmanəti var ya da 150 min kilometr sürülərsə. O da məncə bugünkü zəmanədə çox yaxşı bir fürsətdir, yaxşı bir şərtdir. Ona görə də məncə maşını digər maşınlardan fərqləndirən bir xüsus da odur. Və üstəlik də həm də bu avtomobil bir növ bir elektrikli avtomobil də olduğuna görə, həm elektriklidir, həm daxili yanma mühərriki avtomobil olduğuna görə də servis xərcləri də daha azdır digər avtomobillərə baxdığımızda. Dövrü təmir işləri olsun və s. bu kimi məsələlər də daha azdır. Çox rahatdır. Eyni zamanda da dediyiniz kimi, yəni misal üçün mən şəhər daxilində də bax elə söhbətimizə əvvəlində dediyim kimi sırf elektrik mühərrikdən istifadə edirəm və o xərclərdə, yəni belə deyək. Hamısı elə o xərclərlə gedir orada. Doldurmanın da xərcindən canım qurtarır. Bəli. Yəni bəlkə yanacaq satan şirkətlər inciyəcəklər ki, yanacaq istifadə etmir. Amma həqiqətən də qənaətdir də, çox fərqli bir qənaət, yəni ki, aylıq saysanız çox böyük qənaət edirsiniz bundan. Bax belə. Belə Fərid bəy öz real təcrübələrini bizimlə bölüşdü. Siz də Lincoln Co 900 avtomobilini almaq istəyirsinizsə, Lincoln Co-nun Azərbaycandakı rəsmi distributoruna müraciət edə bilərsiniz. 5 il və ya 150 min kilometr rəsmi zəmanətlə bu avtomobili almış olacaqsınız. Fərid bəy, çox sağ olun, vaxt ayırdığınız üçün minnətdaram. Çox sağ olun, xoş olun.